Zəhərli zob xalq dilində zəhərli zob deyə bilinən xəstəlik qalxana bənzər vəzin, yəni ortadakı bu qalxana bənzər vəzin, tiroid və ya zob vəzinin normaldan çox işləməsidir. Yəni buradakı orqanlar, buradakı hormonlar normaldan çox ifraz olunduğu zaman bədəndəki metabolizm sürətlənməyə başlayır. Və bunun əlamətləri nələrdir? Çox yeyib, amma kökəlməmək, arıqlamağa davam eləmək, əllərin titrəməsi, əsəbiyyət, istiyə dözümsüzlük, həzm problemləri, saçların tökülməsi, tez əsəbləşmə, gözlərin biraz daha pörtləməsi, qabağa çıxması kimi çox yayğın görülən şikayətlər ola bilər. Zəhərsiz zob nə deməkdir? Bu da qalxana bənzər vəzin az işləməsidir və ya qalxana bənzər vəzin zobun yerində olmadığı zaman olan əlamətlərdir. Burada isə yorğunluq, iş görmək istəməmə, ondan sonra kökəlmə, az yeyib kökəlmə, saçların yenə seyrəkləşməsi, danışığın ağırlaşması, hərəkətlərin ağırlaşması kimi əlamətlərin bir arada olduğu bir problemdir.